2025-ci il 4-cü qrup sual nümunəsindən birinci sualın izahına baxaq. Deyir, doymuş aldehid molekulunun karbon atomlarının 16 sp3 hibrid orbital var. Biz bilirik ki, aldehidin funksional qrupunda karbonil hissəsində olan karbon atomu sp2 vəziyyətdədir. Bu da deyir ki, sp3 16 hibrid orbital var. sp3-ün 4 dənə hibrid orbitalı var. 16 hibrid orbitalı isə 4 dənə karbonda olacaqdır. Deməli, bizim sp3 vəziyyətdə 4 dənə karbonumuz olmalıdır. Və eyni zamanda ikinci karbon atomunun oksidaşma dərəcəsi -1 olmalıdır. Biz o 4 dənə sp3 vəziyyətində olan karbonu elə düzəltməliyik ki, ikinci karbon atom deyəndə bir həmişə funksional qrupun üzərinə qoyulur. Deməli, söhbət bax bu karbondan gedir. Deməli, bu karbonun yanında bir dənə hidrogen olmalıdır. Niyə? Çünki hidrogen oksidaşma dərəcəsi -1, karbonunki -1. Deməli, o 4 dənə karbonun bir dənə karbonu ikinci karbon atomuna birləşməlidir. Yəni, bizim formulumuz bax bu şəkildə olacaqdır. İndi deyir ki, hansı ifadə doğrudur? Oksidləşməsindən 3 metil butan turşusu alınır. Oksidləşəndə sadəcə burada hidrogenin yanına oksigen gələcək, bax bu hissədə. Orada o zaman adlandırarkən biz biri yenə həmin funksional qrupa qoyacağıq. 2-yə metil radikal düşəcəkdir. Bunlar deyir 3 metil butan turşusu alınır. Deməli, A variantı səhvdir. B variantı. Molekulunda asimetrik karbon atom var. Asimetrik karbon nə idi? Elə bir karbon götürməliyik ki, 4 tərəfinə müxtəlif atom və yaxud atomlar qrupu birləşsin. Bax, misal üçün, bu karbon asimetrikdir. Aşağıdan CH3 birləşib, soldan CH2-CH3 birləşibdir. Hidrogeni qaldıracaq yuxarıdan və sağ hissədən isə funksional qrup birləşib. Deməli, birinci sualda variant olacaq B variantı.